Ola bilər ki, heç yoxdur. Sadəcə biz nəyisə kimisə üstünə atmaq istəyirik. Bəlkə bunu özümüzün mif olaraq düşünmüşük. Aydındır. Yəni magiya beynimizin bir oyunudurmu, yoxsa magiya həqiqətən var? Real. Bu sualı Aha. verirsiniz. Bu sualı belə izah edim sizə. Demək olar ki, mən hardasa çox uzun illər boyu magiyanı araşdırmışam. Çünki magiya o qədər dərin bir elmdir ki, bunun içində havas elmləri, okkultizm elmi, bir çox fəlsəfik bilgilər vardı və dinlərdən qabaq olduğu üçün bütün gələn dini kitablar hər gələn magiyanı inkar eləyib. İstəyib ki, magiya bilinməsin. Misal, ən qədim magiyalardan biri Roma magiyalarıdır. Misir magiyasıdır. Roman və Misir magiyasından sonra istifadə olunub bildiyimiz kimi Şumerlərdə, lap qədim sivilizasiyalarda Atlantis adlanan şəhərlər olub. Orada da magiyada istifadə olunub. Ən son dövrlərdə istifadə olunub şamanlarda. Şamanlar Cənubi Amerika bölgəsində, ələxüsus Asiyanın bir hissəsində yaşamış bir topluluq, bir cəmiyyətdir. Şamanlar insanları bitkilərlə və ruhsal rəhbərləri ilə kontakta keçidərək, müəyyən bədəllər ödədərək onlara magiya eləyirdilər də, belə deyək. Qara və ya ağ magiya olurdu. Şamanlar əsasən ağ magiyadan istifadə edirdilər və günümüzdə də vardı. Yəni dünyada hal-hazırda bir çox milyarder, biznesmenlər həmin magiya ustadlarına müraciət edir və onların işləri ilə, əməlləri ilə belə deyək də, bunların ya yolu açılır, belə düşünülür, ya da ki, bunlar özləri üçün bir dəstxət hazırlayırlar. Magiyanın beynimizin... Onda belə bir sual yaranır, Murad bəy, magiyanın dinlə əlaqəsi yoxdur? Magiyanın dinlərlə heç bir əlaqəsi yoxdur. Magiya zaten dinin əleyhinə bir şeydir. Həm ağ da olsa belə. Ağ da olsa belə, qara da olsa belə. Niyə? Çünki dinlərdən qabaq yaranıb. Amma hər gələn din magiyanı və falları inkar eləyib. Məsələn, magiyanın içində, cadunun içində tarot kartları var, fal daşları var. Məsələn, Quran-Kərimdə qeyd olunur. Fal oxları, cadu, sehir, fala baxan adamlar bunların hamısını haram buyurub, qadağan qoyub. Niyə qoyub? Sual. İstifadə etməsinlər. İnsan halını bəlkə anlamasınlar. Ay sağ ol. İndi baxın, içki də haram buyurulub. Amma içki insanı nə edir? İçki özündən çıxardır. Demək işə yarayır da. Hə. Amma magiya da haram buyurulub. Demək işə yarayır ki, haram qoyub da. Onda burada qədər məsələsi var da. Ay işə yaramasaydı, bütün dinlər onu inkar eləyərdi. Deyərdi ki, eləmə. Demək bu məsələn, narkotik bir insanın zehnini özündən aparır. Ona görə buna qadağa qoyurlar ki, istifadə eləmə. Əgər aparmasaydı, deyərdi ki, elə də görə nə olacaq ki? Səni aşana qədər olmasın yəni. Ay sağ ol. Yəni təməl olaraq buradakı biz bunu anlayırıq ki, qədimdəki sivilizasiyalar magiyadan istifadə edirdilər. Bu sadəcə bir şəxsi olmurdu. Bəzən bir topluluğa və kütləyə olurdu. Buna aid indi mən sizə nümunələr gətirəcəm. Dünyaca çox məşhur futbolçular olub tarixdə. Məsələn, Ronaldinho kimi. Bu insanlar görürsən ki, futbol karyerasının ən pik həddində səviyyəsindədirlər. Oyun oynanılan yerdə gedir durur qapının yanında, boş qapıya top vura bilmir. Ona sual verilir və dəfələrlə olur bu. Bu deyirdi ki, sən niyə belə eləyirsən? Deyir, elə bir kimsə mənim ayağımı saxladı. Mən atanmadım o topu, deyir. Kimsə elə bu ayağımı belə daş kimi elədi. Mən atanmadım, deyir. Və bir insana baxırsan ki, biznesmendir, ticarətlə məşğul olur, Rusiyada yaşayır, neyinir falan. Bu qaz vurur, qazan doldurur da, xalq dilində desək, pul axır başından. Birdən-birə elə bir döngü yaranır ki, yəni bunun enerjisi bağlanır. Bir insanda enerji bağlandısa, o atalar sözü var, deyir, əlimi Araz çayına atsam çay quruyar. Elə bir şanssızlıq dövrünə girir, bütün bolluğu, bərəkəti gedir, iflas olur, bankrot olur və bütün o ticari sfera çökür. İstəyirsən dünyanın ən yaxşı marketinqini gətir, istəyirsən ən yaxşı həkimlərə müraciət elə, bütün sistemi, ən ağıllı adamları rəhbər qoy şirkəti və əgər sənin enerjin bağlıdırsa, heç nəyin alınmayacaq.